Bir şey demək istəyirəm, əziz tamaşaçılar. Deməli, mən özüm bir gənc, bilmirəm, müəllim mi deyim, yoxsa saz ifaçılığında öyrənir hamımız. Xoşbəxt hesab edirəm ki, mən bu gözəl gördüyünüz səhnədə, bu gözəl sazımın səsi layihəsində, bu proyektdə mən bu günə qədər bizim demək olar Azərbaycan aşıqlı sənətdə çox gözəl dəstək xətti olan sənətkarlarla burada bizim qabaq-qabağa çıxışlarımız oldu, duetlərimiz oldu. Həqiqətən bu mənə çox bir gənc kimi çox qürur vericidir, sözün əsl mənasında. Mən illər öncə heç bəlkə efirdən o sənətkarları izləyəndə mənim heç ağlıma gəlməzdi ki, Allah nə vaxtsa mənə bu uğuru nəsib edir və hətta o sənətkarlarımızla qarşı-qarşıya, qabaq-qabağa bir ifa göstərəm. Bəlkə də mən, bəlkə yox, mən əminəm deyirəm ki, təbii ki, mənim bu yaşım sənət praktikam buna icazə vermirdi, amma ustadlarla o çıxışlarımızı elədik. Burada bizim hörmətli çox dəyərli sənətkar, mənim ikinci ustadım və həm də ürək dostum Fəzal müəllim Miskinli ilə bizim burada gözəl bir duetimiz oldu. Hörmətli Şahik müəllimlə, Abdü müəllimlə duetlərimiz oldu, İlham müəllimlə duetimiz oldu, Neymət müəllimlə duetimiz oldu və ola bura kimsə unutmuşam, üzr istəyirəm bu sənətkarlarımızdan, əgər adı unutmuşamsa. Yəni, həqiqətən mən bununla bir fəxr edirəm ki, özümə bir fəxr sayıram ki, mən belə bir sənətkarlarla burada bacardığımdan ifalar göstərə bildik bu günə qədər. Həm birinci layihədə, həm ikinci, həm üçüncü layihədə və buna görə özümü həqiqətən tam səmimiyyətindən xoşbəxt hesab edirəm ki, o cür sənətkarlarla mən bu səhnədə duetlər elədim və etdiyimiz hər bir duet bizim sazsevər dostlarımız tərəfindən, tamaşaçılarımız tərəfindən alqışlandı, bəyənildi və həqiqətən mən də o sənətkarlarımıza çox sağ olun deyirəm. Nə gözəl ki, sizlər varsınız. Bizlər də sizlərdən öyrənirik və öyrənəcəyik də. Çünki bugün aşıqlıq sənətinin ən öndə gedən sənətkarlarısınız və inşallah bura 4-cü layihədə Allah izin verərsə, başlayarıqsa 4-cü layihəmizi yenə də o gözəl sənətkarlarımız bura təşrif vuracaq mənim dəvətimlə və bu günə qədər burada mənim dəvətim qəbul edib gələn burada müstər heyətində, qismində əyləşən sənətkarlarımıza mən sonsuz təşəkkürlərimi bildirirəm sözün əsl mənasında. Çox sağ olsunlar, var olsunlar ki, o mənim dəvətimi qəbul edib gəldilər bura. Həm mənim yanımda oldular, həm tamaşaçılarımızın, həm sazımın səsi layihəsi, həm bu gözəl ballarımızı tək buraxmadılar. Onların bura gəlişi içindən qarışıq, hər birimizə böyük bir stimul verdi, bir güc verdi. Bugün mən burada təkəm, təbii ki, o sənətkarlarımızın burada yeri görünür, müstər heyəti. Amma bugün bağlanışdım, bugün də biri-birindən gözəl bizim bağlarımızın ifaları olacaq və bir xatırlatma eləmək istəyirəm, əziz tamaşaçılar. Bildiyiniz kimi, artıq bugün Sazımın Səsi 3 layihəsinin finalı bağlanışıdır, üzr istəyirəm. Final 2 həftə bundan öncə olmuşdu və deməli, dekabr ayında Allahın izni ilə Sazımın Səsi 4 layihəsi başlayacaq, xisat verəcək, bayaq vuruladım kimi. Amma Sazımın Səsi 4 layihəsinə sənət qəbuluna, hələ ki, sənət qəbul davam edir. 6 yaşdan yuxarı sənətinə, səsinə, özünə, ifasına, oxumağına, şeir demək qabiliyyətinə güvənən hər bir kəs buyurub sənətlərini göndərə bilər. Təbii ki, mənlə əlaqə saxlaya bilər. Aşağıda görün Instagram səhifəsi var və mənim özümlə əlaqə saxlaya bilərlər birbaşa. Sənətlərini göndərə bilərlər və seçim turuna qoşulub gəlib özlərini sınaya bilərlər və təbii ki, burada gəlib bu gözəl meydanda və sənətkarlarımızın qarşısında və sizi kimi gözəl tamaşaçıların qarşısında öz ifalarını göstərə bilərlər. Mən istəyirəm elə bizim